həyatını idmançı kimi də davam etdirə bilərdi. Uşaqlıqdan güləşə meyl edib uğurlar da qazanmışdı. Amma hərbi seçdi və döyüş meydanında gücünü və bacarığını göstərdi. 44 günlük Vətən müharibəsində Qara Qartal ləqəbi ilə tanındı. Qazax rayonundan şəhid Royal Mədətovdan danışacağıq. İdmançı kimi çempion idi, döyüşçü kimi şəhid oldu. O gözəl idmançı idi, gözəl güləşçi idi. O dəfələrlə rayon çempionu, respublika turnirlərinin qalibi. O elə anadan Zəngəvar doğulmuşdu. O heç nədən çəkinmirdi. Hansı bir yarışa getsə də o yarışdan birinci yer qazanırdı, ikinci yer qazanırdı, medallar gətirərdi və yəni heç vaxt əli boş gəlməzdi. Həmişə anamı sevindirərdi ki, ana bax mən nailiyyətlə gəlmişəm, əli dolu gəlmişəm, çempion olmuşam. Royal Mədətovun Qazax rayonunda güləşçi kimi başladığı yol sonra onu hərb meydanına apardı. Güləşçi kimi qazandığı uğurları hərbiçi kimi davam etdirdi. Müddətdən artıq hərbi qulluqçu kimi 2016-cı ilin aprel döyüşlərində fərqlənib. Vətən müharibəsində xüsusi təyinatlı manqa komandiri və snayper kimi düşmənin xeyli texnikası və canlı qüvvəsini sıradan çıxarıb. Royalın qəhrəmanlığından nə qədər danışsaq bir o qədər azdır. Qısacası onu deyim sizə, o hər zaman içində düşmənə nifrət bəsləyirdi. Bu nifrət də döyüş meydanında özünü göstərdi. Royal 44 günlük müharibədə düşmənlərə sözün həqiqi mənasında qan udururdu. Kiçik Gizir Royal Mədətov Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunması zamanı xüsusi şücaəti ilə seçilib. Ağır yaralansa da döyüş meydanından çıxmayıb, sona qədər vuruşub. Kəskin baxışları var idi. Ona görə də ona Qara Qartal ləqəbi ilə adlandırmışdılar öz hərbiçi yoldaşlarımız. Yəni daima öz tağımda olduğu müddət ərzində əsgərlərli və özündən böyük bir rütbəli şəxsləri daima qoruyurdu. Azərbaycan Respublikasının nizam və intizamlarına diqqətlə və xidmət edirdi. Royal Mədətov 2020-ci il oktyabrın 22-sində 28 yaşında Füzuli Cəbrayıl Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub. Qazax rayonunun Hüseynbəyli kənd qəbirstanlığında dəfn edilib. Ölümündən sonra vətən uğrunda igidliyə görə Şuşanın, Kəlbəcərin, Xocavəndin, Füzulinin azad olunmasına görə medalları və Azərbaycan bayrağı ordeni ilə təltif olunub. An Məmməd Nəbiyev, Elmar Qasımov, Rəşidə Zülfüqarova, ASTV xəbər.